Salam, hər vaxtınız xeyirli olsun. Monitoring TV-də xəbərlərə baxırsınız. Günün ən son xəbərlərini mən Aynur Kərimli sizə təqdim edirəm. Təəssüf ki, işğaldan azad olunan torpaqlarımızda Ermənistanın mina terroru davam edir. Daha bir hərbçimiz bu terrorun qurbanı olub. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kiçik Gizir Əsgər Musazadə Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb. Onunla rayonun Göyşaban kəndində vida mərasimi keçirilib. Əsgər Musazadə kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin. Cəbrayılda hərbçimizin həlak olması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilən sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluqda və Dövlət Sərhəd Xidmətində araşdırmalar aparılır. Ölkə gündəmindən digər xəbərlərlə davam edirik. Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb. Hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Belə ki, çağırışa gedən Daşkəsən rayon təcili təxirə salınmaz tibbi yardım stansiyasının həkimi 1991-ci il təvəllüdlü həkimə xəstə tərəfindən bıçaqla xəsarət yetirilib. Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib. Hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü şəxs törədib. Onun vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır. Xaçmazda dəhşətli qətl hadisəsi baş verib. 45 yaşlı qadın öldürülüb. Hadisə rayonun Xaspoladoba kəndində qeydə alınıb. Kənd sakini rayonda molla kimi fəaliyyət göstərən 48 yaşlı Asəf Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq qətlə yetirdiyi bildirilir. Məlumata görə 45 yaşlı qadını öldürdükdən sonra Asəf Məmmədov polis idarəsinə gələrək təslim olub. İlkin məlumata görə hadisə qısqanclıq səbəbindən baş verib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırmalar aparılır. Şəmkir rayon polis şöbəsinə Mercedes markalı avtomobildə sərnişin olan 3 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı İsrafil Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. İndi isə dünya gündəminə nəzər yetirək. Amerika Birləşmiş Ştatları artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal tariflərinin azaldılması və ya ləğv olunmasını müzakirə etmək üçün danışıqlara başlamaq üçün müraciətlər alıb. Bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett deyib. Mən ABŞ-nin ticarət nümayəndəsindən hesabat aldım ki, 50-dən çox ölkə danışıqlara başlamaq üçün ABŞ prezidenti Donald Trumpla əlaqə saxlayıb və onlar bunu çoxlu tariflərlə üzləşdiklərini başa düşdükləri üçün edirlər, deyə Hassett bildirib. O həmçinin bildirib ki, Vaşinqton Moskvaya idxal rüsumları tətbiq etməyib. Çünki Trump bu məsələnin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara mane olmasını istəmir. Aydındır ki, Rusiya və Ukrayna ilə danışıqlar gedir və mən hesab edirəm ki, prezident bu iki məsələni qarışdırmamaq barədə qərar qəbul edib deyə o söyləyib. Ağ Ev rəsmisi əlavə edib ki, Rusiyaya tarifləri artırmaqdan imtina ABŞ-nin gələcəkdə Rusiyaya kökündən fərqli münasibət göstərəcəyi anlamına gəlmir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump isə deyib ki, xarici liderlər ticarət kəsirini aradan qaldırmaq məqsədi ilə ABŞ-nin tətbiq etdiyi tarifləri ləğv etmək üçün iri həcmli pullar ödəməli olacaqlar. Bu barədə Sky News məlumat yayıb. Qeyd olunur ki, həftə sonu Trump Avropa və Asiya ölkələrinin liderləri ilə bir sıra danışıqlar aparıb və bu liderlər onu tariflərin tətbiqi qərarına yenidən baxmağa, inandırmağa çalışıblar. Mövzunu davam etdiririk. ABŞ prezidenti Donald Trump bildirib ki, Birləşmiş Ştatlar Çinlə yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırılarsa saziş bağlaya bilər. Trump vurğulayıb ki, ABŞ Çinə görə ildə
100 milyardlarla dollar itirir. Ona görə də ticarət kəsiri problemi həll olunmayınca Vaşinqton Pekinlə razılaşmaya razı olmayacaq. Prezident qeyd edib ki, ABŞ Çinə qarşı sərt sanksiyalar tətbiqi ilə tamamilə düzgün hərəkət edir. Digər xarici xəbərlərə keçid alırıq. Yəməndəki Husi üsyançılarının düşmənləri Səudiyyə Ərəbistanı və Amerika Birləşmiş Ştatlarından dəstək ala biləcək quru hərbi əməliyyatı hazırlayır. Bu barədə CNN məlumat yayıb. Məlumata görə hücum cənub və şərqdən, eləcə də Yəmənin sahillərindən hazırlanır. Lakin onun vaxtı hələ müəyyən edilməyib. Husilərlə döyüşən qruplara dəstək verən ABŞ ordusu bir ovuc xüsusi təyinatlılar istisna olmaqla ordusunu əməliyyata cəlb etməyəcək. Bombardmanlarla dəstəkləyəcək. Eyni zamanda telekanala müsahibə verən analitiklər Husiləri sülhə məcbur etməyin çox çətin olacağını bildirirlər. Fransanın paytaxtı Parisdə isə minlərlə insan küçələrə çıxıb. Onlar müxalifət lideri Marine Le Penə dəstək aksiyası keçirirlər. İnsanlar məhkəmənin hökmü ilə dövlət orqanlarına seçilməsi qadağan edilən Milli Birlik Partiyasının parlament fraksiyasının lideri ilə həmrəyliklərini bildiriblər. Siyasətçinin özü də mitinqə gəlib. O çıxışında məhkəmənin qərarının vətəni, xalqı, şərəfi tapdaladığını bildirib. Qeyd edək ki, Paris məhkəməsi Marine Le Pen və Milli Birlik Partiyasından olan bir neçə deputata Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökm çıxarıb. İttihama görə Avropa Parlamenti 2004-2016-cı illər arasında Le Penin partiyasından olan deputat köməkçilərinə maaş vermək üçün vəsait ayırıb. Amma reallıqda köməkçilər yalnız Milli Birlik Partiyası üçün çalışıblar. Marine Le Pen Avropa Parlamenti pullarının yuyulması üçün mərkəzləşdirilmiş sistem yaratmaqda təqsirkar bilinib. Ona 2 il şərti olmaqla 4 il həbs cəzası verilib və 5 il müddətinə dövlət vəzifələrinə seçilməsi qadağan edilib. Ötən gecə İsrail ərazisi Qəzza sektorundan raket atəşinə tutulub. İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrail Katsa Qəzza zolağından Yəhudi dövlətinə atılan raketlərə qətiyyətlə cavab verməyi əmr edib. Bu barədə baş nazirin ofisi məlumat yayıb. Baş nazir sərt cavab göstərişi verib və İsrail ordusunun Həmas hərəkatına qarşı Qəzza zolağında intensiv əməliyyatlarının davam etdirilməsini təsdiqləyib deyə məlumatda bildirilir. Netanyahu aprelin 7-sində prezident Donald Trumpla danışıqlar aparacağı ABŞ-yə gedərkən təyyarədən Katsa zəng edib. Söhbət zamanı müdafiə naziri kabinet rəhbərini İsrailə raket hücumu barədə məlumatlandırıb. İdmanla bağlı xəbərlərimiz ötən həftə sonu futbol üzrə ölkə çempionatlarında keçirilən oyunlarla bağlıdır. Türkiyə Super Liqasının 30-cu həftəsi Fenerbahçe Trabzonspor oyunu ilə yadda qalıb. Oyunda hesabı Trabzon təmsilçiləri açsalar da meydan sahibi olan İstanbul klubu ardıcıl 4 qolla geri dönüş edərək qələbəyə imza atıb 4-1. Sarı lacivertlərin heyətində Taliska etrik edərək komandasının uğurunda mühüm pay sahibi olub. Bu nəticədən sonra Jose Mourinho'nun getirmələri 68 xalla yarış cədvəlində lider Qalatasarayı izləyir. Fənər əzəli rəqibindən 3 xal geri qalır. Trabzonspor isə 36 xalla 11-cidir. İngiltərə Premier Liqasında 31-ci tur çərçivəsində bir sıra maçlar keçirilib. Lider Liverpool səfərdə Fulhamlə üz-üzə gəlib. Merseyside klubu mövsüm ərzində çempionatdakı ikinci məğlubiyyətini alıb. Meydan sahibləri 3-2 hesabı ilə qalib gələrək qonaqları evə əli boş yola salıblar. Buna baxmayaraq, hazırda Liverpool 73 xalla Premier Liqanın birincisidir. Klub ən yaxın izləyicisi Arsenalı 11 xal qabaqlayır. Fulham isə 48 xalla 8-ci pillədə qərarlaşıb. İspaniya La Liqasının 30-cu turunda Real Madrid öz meydanında Valencia ilə qarşılaşıb. Oyun gözlənilmədən qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər maçda Barcelona və Betis komandalar qarşılaşıb. Katalonlar əzəli rəqibinin büdrəməsindən maksimum istifadə edə bilməyib və maç 1-1 hesabı ilə başa çatıb. Bu nəticələrdən sonra Barcelona 67 xalla İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Real Madrid 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
İtaliya A seriyasında 31-ci turun maraqla gözlənilən qarşılaşması paytaxtda olub. Roma doğma azarkeşləri önündə Juventusu qəbul edib. Qonaqlar ilk hissədə hesabı açsalar da meydan sahibləri ikinci hissədə bərabərlik qolunu vurmağı bacarıblar. Bununla da komandalar heç-heçə edərək xalları yarıya bölüblər. 1-1. Hazırda A seriyasının turnir cədvəlində Juventus 56 xalla 5-ci, ondan 3 xal geri qalan paytaxt təmsilçisi isə 7-ci yeri tutur. Beləcə bu günə və bu saata sizə çatdıracaqlarım bunlar idi. Studiyada mən idim Aynur Kərimli. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.